Yeri gəlmişkən, Suriyadan Azərbaycana gətirilən şəxslər sosial xidmət müəssisəsinə yerləşdiriliblər. Onlara hansı xidmətlər göstərilir? Bu barədə ətraflı əməkdaşımız Mədinə Həmidovadan öyrənəcəyik. Salam Mədinə, buyur söz səndə. Salam, hər vaxtınız xeyir olsun. Gülşən, xoş gördük sizi. Bəli, ötən gün Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilmişdi ki, 4-ü uşaq, ikisi qadın olmaqla ümumilikdə 6 nəfər Azərbaycan vətəndaşının ölkəyə repatriasiyası həyata keçirilib. Həmin şəxslərin həm sosial xidmətlər, həm də cəmiyyətə reinteqrasiyası baxımından addımlar atılacağı deyilmişdir. Hazırda Sosial Xidmətlər Agentliyində və Agentliyin nümayəndə heyət tərəfindən həmin şəxslər sosial xidmət müəssisəsinə yerləşdiriblər. Daha ətraflı danışacağıq. Hansı tədbirlər görülüb? Yanımda qonağım var Sosial Xidmətlər Agentliyinin şöbə müdiri Aynur Xudanlı. Aynur xanım, hər vaxtınız xeyir olsun. Həmin şəxslər barəsində hansı tədbirlər görülüb? Sizdən eşitdik detalları. Qeyd etdiyiniz kimi ölkəmizə 4 nəfər vətəndaşımız repatriasiya olunmuşdur. Onlardan 4-ü uşaq, ikisi qadındır. Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsində yerləşdirilmiş və bizim Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən ilkin olaraq vətəndaşlarla sosial-psixoloji qiymətləndirmə aparılmış, uşaqlarla psixodiagnostik, proyektiv metodikalarla testlər aparılaraq onların emosional vəziyyəti qiymətləndirilmişdir. Qiymətləndirmə nəticəsinə əsasən deyə bilərik ki, onların münaqişə bölgəsindən gəldiklərini nəzərə alaraq ciddi travma aldıqları aşkar edilmişdir və bununla bağlı hal-hazırda müvafiq müəssisənin psixoloqları tərəfindən mütəmadi olaraq konsultasiyalar təşkil edilir. Növbəti mərhələlərdə isə Sosial Xidmətlər Agentliyinin psixoloq və sosial işçiləri tərəfindən müvafiq sosial dəstək tədbirləri həyata keçirilməsi nəzərdə tutulur və həmin repatriasiya olunmuş ailələrimiz öz bioloji ailələrinə qaytarıldıqdan sonra yaşadıkları ərazi üzrə yeni mühitə adaptasiya olunması ilə bağlı müvafiq xidmətlər həyata keçiriləcək tərəfimizdən. Ümumiyyətlə, əlinizdə statistik rəqəmlər varmı ki, bunun əvvəlki dövrlər üçün nə qədər şəxs, yəni repatriasiyası həyata keçirilmişdi, onlara sosial xidmət göstərilmişdi? Bəli, bugünə kimi 581 nəfər repatriasiya olunmuşdur. Ölkəmizə onlardan 507 nəfər uşaq, 72 nəfər qadın, 2 nəfər isə kişidir. Çox sağ olun ətraflı məlumata görə. Belə Gülşən, bu saata çatdıracağımız məlumatlar bunlardan ibarət idi. Sözü yenidən xəbər mərkəzimizə ötürürəm. Təşəkkürlər Mədinə. Xatırladım ki, bizimlə bağlantıda əməkdaşımız Mədinə Həmidova idi.